Salam, hər vaxtınız xeyir. Bu gün sizinlə qan damar sistemi bölməsindən DİM test toplusunda olan məsələlərin izahını paylaşırıq. DİM test toplusundan digər tapşırıqların əvvəlki illərin nəşrlərini, yəni 2023-cü ilin nəşrinin izahını paylaşmışam. Bu isə sadəcə yeni test toplusundan, 2025-ci ilin test toplusundan sadəcə məsələlərin izahıdır. Birinci 72-ci məsələ ilə tanış olaq. Məsələdə nə deyilir? Məsələdə əgər 5 dəqiqə ərzində müddətində ürəyin aortaya vurduğu qanın miqdarı 25 litr, aşağı boş vena ilə ürəyə gələn qanın miqdarı 15 litrdirsə, 1 dəqiqədə yuxarı boş vena ilə vahid zamanda ürəyə gələn qanın miqdarını hesabla. Uşaqlar, baxın, birinci onu vurğulayım ki, aorta ilə ürəkdən çıxan qanın miqdarı aşağı boş vena və yuxarı boş vena ilə ürəyə qayıdan qanın miqdarına bərabərdir. Biz bilirik ki, aorta böyük qan dövranında ürəkdən çıxan iri damardır. Venalar isə ürəyə qayıdan damarlar olurdu. Və bunların miqdarı əgər zədələnmə yoxdursa, əgər normal bir proses baş verirsə, aortadan çıxan qanın miqdarı bu venalarla qayıdan qanın miqdarına bərabərdir. İndi bizə deyir ki, baxın, 5 dəqiqə ərzində aortaya vurduğu qanın miqdarını bizə burada qeyd edib 25 litr. 25 litr və bizə aşağı boş vena ilə qayıdan qanın miqdarını qeyd edib 15 litr, 15 litrə bərabərdir. Onda yuxarı boş venanı bilmirik. Yuxarı boş vena ilə gələn qanın miqdarı bərabər olacaq 10 litrə. 25-dən 10 çıxıram, cavab alanda 10 litr. Bu neçə dəqiqə ərzindədir? 5 dəqiqə ərzində. Yəni 5 dəqiqə ərzində aşağı boş və yuxarı boş vena ilə qayıdan qanın miqdarı 10 litrdir. Əgər 5 dəqiqə ərzində 10 litrə bərabərdirsə, bizdə məsələdə nə soruşur? Bizdə məsələdə 1 dəqiqə soruşur. Bəs 1 dəqiqə ərzində yuxarı boş vena ilə qayıdan qanın miqdarı nə qədərdir? Onda olacaq 2 litr. Bu oldu bizim 72-ci məsələmizin izahı. İstəsəz qeyd edə bilərsiniz. Sonra növbəti məsələmizə baxırıq. Növbəti məsələmizdə yenə eyni tipdə məsələdir. Ürəkdən aorta ilə çıxan qanın 75% aşağı boş vena ilə, 20 litr isə yuxarı boş vena ilə qayıtmışsa, onda ürəkdən həmin müddətdə aorta ilə çıxan qanın ümumi miqdarını tapın. Mötərizədə bizə nə deyir? Vahid zamanda ürəyin aortaya vurduğu qanın miqdarı aşağı və yuxarı boş venalarla qayıdan qanın miqdarına bərabərdir. Yəni, bayaq bizim vurğuladığımız məqam. Uşaqlar, indi baxırıq. Yenə də bizə nə deyir? Yenə də yazıram. Aorta bərabərdir yuxarı boş vena plus aşağı boş vena. Və deyir ki, biz bilirik ki, aorta ilə çıxan qanın miqdarı əgər 100%-ə bərabərdirsə, baxın, 75%-i aşağı boş vena ilə. Bura yazıram 75%, burada yazıram 25%. Demək, 25%-i yuxarı boş vena ilə qayıdır, 75%-i aşağı boş vena ilə qayıdır. Və bizə burada qeyd eləyir ki, 20 litr yuxarı boş venadır. Yəni, bizim 25%-imiz, əgər 25%-imiz bizim neçə litrdə? 25%-imiz 20 litrə bərabərdirsə, bizdən aorta ilə çıxan qanın miqdarını soruşur. Aortada neçə faizə bərabərdir? Aortada 100%-ə bərabərdir. Bəs 100% neçə litrdir? X bərabərdir. 4-ə vururuq tənasübün qaydasına görə. 20-ni 4-ə vuranda cavab eləyir 80 litr. Ola bilər, başqa üsulla gəlin işləyək. Deməli, yazırıq 25 x tənasübün kənar hədlərinin hasili, orta hədlərinin hasilinə bərabərdir. 25 x bərabərdir 100 vurulmuş 20-yə, x də bərabərdir. Baxın, bundan ixtisar gedir, burada qalır 4. 4-ü də 20-yə vuranda 80 litr. Deməli, bizim ürəkdən aorta ilə çıxan qanın miqdarı 80 litrə bərabərdir. İndi növbəti məsələlərimizin izahına baxırıq, uşaqlar. Bu məsələlərdə uşaqların çoxu çətinlik çəkir. Yəni, məqsədim ona görə bu məsələləri izah eləmək istədim ki, uşaqlardakı bu çətinliyi aradan qaldıraq. Əlavə eləyək məsələni. Davam edirik, uşaqlar. 74-cü məsələmizə baxırıq. Görək 74-cü məsələmizdə nə deyir? 74-cü məsələmizdə qan insanın ağciyər kapilyarlarında 37,5 mm məsafə qət etmişdir. Sürətini də verib bizə 0,5 mm/saniyədir. Bu zaman 1 saniyəlik ürək sikli ərzində şəraitində neçə ürək döyüntüsü olar? Uşaqlar, birinci bildiyimiz düsturdan istifadə edirik. S bərabərdir V vur T. Bizə məsələdə həm S məlumdur, həm də V məlumdur. Yazırıq S bərabərdir neçəyə? S bərabərdir
bərabərdir? 37,5 millimetrə. Bəs V neçəyə bərabərdir? V-mizi də verib. V də bərabərdir 0,5 millimetr böl saniyə. Buradan biz T-ni tapa bilərik. T bərabərdir S bölünmüş V-yə. Yəni 37,5 böl 0,5. Buradan T-miz bərabər olasıdır 75 saniyə. Deməli, vaxtımız 75 saniyədir. Və mənə deyir ki, bu zaman ərzində neçə ürək döyüntüsü baş verər? Siklimizdə 0,1 saniyədir. 1 saniyə. 1 saniyə nə deməkdir? Sikl nə deməkdir ümumiyyətlə? O deməkdir ki, bir dəfə ürəyin döyünməsinə bizdə məsələnin şərtində verilib ki, 1 saniyə vaxt sərf olunur. Və deyir ki, baxın, bir dəfə döyünməsi. Bəs verilən bu zaman, belə deyək, biz tapdığımız zaman ərzində, yəni 75 saniyədə ürək neçə dəfə döyünər? 75 saniyədə də x də bərabər olacaq 75 dəfə. Deməli, 1 saniyəlik ürək siklində 75 saniyə ərzində ürəyimiz 75 dəfə döyünəcək. Bu oldu bizim 74-cü məsələmizin izahı. Davam edirik növbəti izahla. Sonra var 75-ci məsələmizə baxaq. 75-ci məsələmizdə nədir? 75-ci məsələdə nisbi sakitlik vəziyyətində insanın ürəyinin qulaqcıqlarının 7 dəqiqə boşalması zamanı mədəciklərin yığılmasının davam etmə müddətini tapın. Yadımıza salırıq, uşaqlar 0,8 saniyəlik ürək siklinin, yadımıza salırıq, 0,1 saniyəsi qulaqcıqların yığılması, 0,3 saniyə mədəciklərin yığılması, 0,4 saniyə ümumi boşalmaya sərf olunur. Əgər 0,1 saniyə yığılırsa, 0,7 saniyə qulaqcıqlar boşalır, 0,5 saniyə mədəciklər boşalır. Ümumi boşalmada ümumi siklin yarısını təşkil edir. Deməli, insan ürəyinin qulaqcıqların boşalmasına 7 dəqiqə. Baxın, əgər 0,8 saniyəlik sikl ərzində qulaqcıqların boşalmasına 0,7 saniyə vaxt sərf olunubsa, bəs 7 dəqiqə ərzində bizdən nəyi soruşur burada? Bizə soruşur mədəciklərin yığılmasının davam etmə müddəti. Elə birbaşa bir dəfəlik işləyək bunu. Deməli, necə deyirik? Əgər 0,7 saniyə qulaqcıqlar boşaldıqda mədəciklərin yığılmasının davam etmə müddəti 0,3 saniyə bərabərdirsə, bəs 7 dəqiqə ərzində neçəyə bərabərdir? X də bərabərdir 3 saniyə. Yəni, əgər tənasübün qaydasına əsasən 7 10 dəfə çoxdursa, 0,3-dən 10 dəfə çox olan ədəd olacaq 3 saniyə. Baxırıq növbəti məsələmizə. 76-cı məsələmizə. 76-cı məsələmizdə nə deyir? Nisbi sabitlik vəziyyətində insan ürəyinin qulaqcıqlarının boşalması 70 dəqiqəyə bərabərdirsə, mədəciklərin yığılmasının davam etmə müddətini tapın. Yəni, bayaqki ilə eyni qaydada gedirik. Deməli, əgər ürəyin qulaqcıqlarının boşalması, əgər 0,7 saniyədə qulaqcıqlar boşaldıqda, mədəciklərin yığılması 0,3 saniyə baş verirdisə, bəs 70 dəqiqə ərzində nə qədərə baş verər? X bərabərdir, yenə neçə dəfə çoxdur? 10 dəfə, 100 dəfə çoxdur. O da yəsdir 30 dəqiqə. Deməli, bizim 76-cı məsələmizin cavabı 30 dəqiqə. Sonra keçirik 77-ci məsələmizə. 77-ci məsələdə nə deyir? 77-ci məsələdə nələr biz deyir? 30 saniyədə 75 dəfə vuran adamın ürək siklində ikinci fazanın davam etmə müddəti birinci fazanın davam etmə müddətindən nə qədər çox olar? Biz burada nəyi tapmalıyıq? Ürək siklini tapmalıyıq. Və deyir ki, nəbzi 30 saniyədə 75 dəfə vuran. Mən yadınızdadırsa, dərsi izah edəndə sizə belə bir düstur vermişdim. Deməli, necə tapaq bunu? Nəbzi 30 saniyədə. T bizə verilən zamandır. 75 ürək sikli necə tapılırdı? Ürək sikli tapılırdı. A bərabərdir T bölünmüş B. Bu işarələri, bu hərfləri mən özüm şərt olaraq. Deməli, A bərabərdir T bölü B düsturundan. Mən əvvəlki dərsimin izahında sizə vurğulamışdım ki, burada A nəyi bildirirdi? A burada bildirirdi döyüntülərin miqdarını, B bildirirdi ürək siklini,
ürək siklini, T-də verilən zamanı. Bizdə burada baxın 30 saniyədə verilən zamanda var. Sadəcə ürək siklini bilmirik. Ürək siklini tapmaq üçün nə qarıq onda? Yerinə qoyuruq T bərabərdir. B bərabərdir nəyə? B bərabərdir T bölünmüş A-ya. Yəni T-miz 30 saniyə, 30-u bölürük 75-ə. O da bərabər 0,4 saniyədir. Deməli bizim ürək siklimiz neçəyə bərabərdir? Deməli bizim ürək siklimiz 0,4 saniyə bərabərdir. Biz demişdik ki, ümumi siklin 8də 1 hissəsini, bax bizdən hansı fazaları soruşur? Bizdən ikinci faza və birinci faza arasındakı fərqi soruşur. İkinci fazamız mədəciklərin yığılması idi. Mədəciklərin yığılması nə qədər olurdu? Ümumi siklin 8-dən 3-ünü. Onda 0,4-ün vururam 8-də 3-ə və ümumi siklin birinci faza nə qədər davam edirdi? Birinci fazada ümumi siklin 8-də fərqi soruşduğuna görə minus yazıram. Ümumi siklin 8-də 1-ini isə birinci faza təşkil etmiş olurdu. 0,4 saniyədir. Burada tapdığımız sikl 0,4 olduğuna görə 0,4-ə vururuq. Və bərabərdir. Mötərizə xaricinə çıxartdıqda 0,4 8-də 3 çıx 8-də 1. 0,4-ü baxın 0,4-ü vururam 8-dən 2-yə. O da bərabərdir ixtisar gedəndə 4-də 1. O da cavab gəlir çıxır 0,1. Deməli birinci necə olur onda? Onda cavab çıxır ki, ikinci faza ilə birinci faza arasındakı fərq, baxın burada neçə saniyə çox oldu? Üçüncü fazanı soruşurdu bizdən, yox, elə burada neçə saniyə çoxdur soruşanda 77-ci məsələdə cavab gəlir çıxır 0,4-ü böləndə 4-ə 0,1 saniyə bərabər olmuş olurdu. Deməli bizim cavabımız neçəyə bərabər oldu? 0,1-ə bərabər olmuş oldu. Silirik, növbəti məsələmizə keçirik. Növbəti məsələmiz yenə eyni tipli məsələdir. Burada artıq 80-cı, 79-cu məsələdə, 78-ci məsələdə uşaqlar, o məsələni yazmıram artıq, özünüz yazarsınız o məsələni. 78-ci məsələdə 3-cü faza və 1-ci faza arasındakı fərqi soruşur. Onda necə tapırıq? Yenə də görürsünüz, vaxt eyni vaxtdır. Deməli, siklimiz 0,4 saniyə bərabərdir. 0,4, 3-cü fazamız bizim ümumi siklin neçə hissəsini təşkil edirdi? 3-cü fazamız bizim ümumi siklin yarısını, yəni 0,4-ün 2-də 1 hissəsini təşkil edirdi. O da nə qədər eləyir cavab? O da 0,2 saniyə etmiş olur. Deməli, 78-ci məsələmizdə eyni tip olduğuna görə onu da işləmədik. Sonra keçirik uşaqlar. Növbəti məsələmiz olan 79-cu məsələyə. Görək 79-cu məsələdə nə deyir? Silirik bu hissəni. 79-cu məsələdə deyir ki, 100 metrlik qaçan adamın nəbzi 1 dəqiqədə 150 vurğuya bərabərdir. Belə bir nəbz vurğusu şəraitində ürək sikli neçə saniyə çəkər? Baxın, birinci üsulla işləyirəm. Baxın, yenə də deyirəm, ürək vurğusu 150-dir. Yəni, A bərabərdir 150. Sikli soruşur deyə, T-ni də verib bizə. T bərabərdir 1 dəqiqə. 1 dəqiqəmiz də bərabərdir 60 saniyə. Bizdən soruşur B-ni. Bayaq dedim, B bərabərdir A, T bölünmüş A bölünmüş T-yə. Düstur necə idi? T bərabərdir, A bərabərdir, T böl B düsturuydu. Bizə nəyi tapmaq lazımdır? Bizə B-ni tapmaq lazımdır. Ürək sikli. Onda B bərabərdir nəyə? B bərabərdir T bölünmüş A-ya. B bərabərdir T bölünmüş A-ya. Yerinə qoyuruq. T-miz neçə saniyədir? 60 saniyədir. Döyüntülərimizin sayı 150-dir. Burada da cavab gəlir çıxır 0,4 saniyə. Deməli, bizim ürəyimiz, bu şəxsin ürəyi 0,4 saniyədən bir dəfə döyünmüş olurdu. 0,4 saniyədə 1. Sonra keçirik növbəti məsələmizə, 80-cı məsələyə. Burada nə deyir? 1 saniyəlik ürək sikli şəraitində 200 ürək vurğusu olmuşdur. Bu vaxt ərzində 0,8 saniyə ürək sikli şəraitində neçə ürək vurğusu olar? Baxırıq yenə, zamanı tapmalıyıq burada da. Zamanı tapırıq. Yenə də düsturu qoyuruq yerinə. Deməli, T bərabərdir neçəyə bizə uşaqlar? T bərabərdir 1 saniyə. T bərabərdir 1 saniyə. Sonra ürək vurğusu A bərabərdir 200 vurğu. 200 vurğu. Buradan biz sikli tapa bilərikmi? Sikl neçəyə bərabərdir? B bərabərdir
T bölünmüş A-ya. O da bərabərdir. Neçə çıxır cavab? Hə. Burada T-ni tapırıq. T lazımdır bizə. T bərabərdir B vurulmuş A-ya. O da bərabərdir 200 saniyə. Deməli bizim vaxtımız neçə saniyədir? 200 saniyədir. Deyir ki, neçə ürək vurultusu olmuşdur? Siklimiz 0,8 saniyədir. Əgər 0,8 saniyədə bizim ürək siklimiz bir dəfə döyünürsə, bəs 200 saniyədə neçə dəfə döyünər? 200-ə də x. X də bərabər olur 0,8. Orada da 200-ü bölürük. Cavab neçə alınırsa, o bizim cavabımız olur. Deməli, burada bizim ürək vurğumuzun sayını tapmalıyıq. Ürək vurğumuz da neçəyə bərabər olur uşaqlar? Bizim ürək vurğumuz da bərabər olur. Haradasa 200-ü 8-ə böləndə neçə alınır cavab? Yəni, neçə alınırsa cavabımız odur. Təqribən 250. Bəli, cavabımız olur 250. Sonra keçirik növbəti məsələmizə. 81-ci məsələmizi həll elədik. Yox, 80-cı məsələmizi həll elədik. Keçirik 81-ci məsələyə. Nə deyir 81-ci məsələdə? Eyni tipdə məsələdir. Gəlin yenə həllini yazaq. 81-ci məsələ. Bax, bizə deyir ki, 0,8 saniyəlik sikl şəraitində 200 vurğu olmuşdur. Deməli, baxın, 0,8 saniyədə, bax, indi bu üsulla gedirəm. 0,8 saniyədə, deməli, bizim ürəyimiz neçə dəfə döyünür? Bir dəfə döyünür. Düzdür, uşaqlar? Bir dəfə döyünür. Bəs 200 vurğu neçə saniyə ərzində baş verər? 200 vurğu neçə saniyə ərzində baş verər? X bərabərdir. 200 vururam 0,8-i, 20-ni 8-ə vuranda cavab gəlir, çıxır 160 saniyə. Deməli, zamanımız neçəyə bərabərdir? 160 saniyə bərabərdir. Və bizə deyir ki, bu vaxt ərzində, yəni 160 saniyə ərzində 1 saniyəlik ürək sikli, 1 saniyə ürək sikli şəraitində neçə ürək vurğusu olar? Əgər indi ikinci hissəyə keçirəm. Əgər 1 saniyədə ürək döyüntüm 1-ə bərabərdirsə, yəni ürək 1 saniyədə bir dəfə döyünürsə, bax ikinci hissəmizdə. Bəs 160 saniyədə ürəyimiz neçə dəfə döyünər? 160 saniyədə də ürəyimiz döyünər 160 dəfə. Bunu da silirik. Sonra keçirik 82-ci məsələyə. 82-ci məsələdə nə deyir uşaqlar? 82-ci məsələdə əgər 1 saatda 4,5 aylıq dölün ürəyi 4500 dəfə yığılırsa, 30 dəqiqə müddətində onun anasının ürəyi neçə dəfə döyünər? Uşaqlar, dölün ürəyi elə mörtəzidə yazıb, dölün ürək döyüntüləri ananın ürək döyüntüləri nisbətən 2 dəfə çoxdur. Baxın, yazırıq indi. 1 saatda, yəni 1 saatımız eləyir bizim neçə dəqiqə? 1 saatımız bizim 60 dəqiqəyə bərabərdir. 60 dəqiqəyə. Əgər 60 dəqiqədə 4500 dəfə yığılıbsa, 4500 dəfə döyülübsə, bəs 30 dəqiqədə ürək neçə dəfə döyünər? X. X də bərabərdir 2 dəfə az. 2, 15-i 2-yə bölürük. 2, 2250. Deməli, bizim dölümüzün ürəyi 30 dəqiqə ərzində 2250 dəfə döyünüb. Axı, ananın ürəyi dölün ürəyindən 2 dəfə az döyünür. Onda biz nə qarırıq? İkinci dəfə 2250-ni biz tapdığımız dölün ürək döyüntüsüdür. Dölün ürək döyüntüsü. İndi 2250-ni bölürük 2-yə. Cavabımız çıxır neçə? 1125. Deməli, bu ananın ürəyi 30 dəqiqə ərzində, biz 30 dəqiqə soruşur. 30 dəqiqə ərzində neçə dəfə döyünüb uşaqlar? 30 dəqiqə ərzində 1125 dəfə döyünmüş olur. Keçirik növbəti məsələmizə. Növbəti məsələmizdə nə deyir? Növbəti məsələmizdə deyir, yuxarı və aşağı boş venalarla ürəyə gələn qanın miqdarı 2/3 nisbətindədir. Yuxarı boş vena ilə gələn qan yetkin insanın bədənindəki qanın miqdarının neçə faizini təşkil edir? Baxırıq uşaqlar, ürəyin aortaya vurduğu qanın miqdarını da verib ki, 0,5 litrə bərabərdir. Baxıram, yazıram yenə aorta bərabərdir. Yuxarı boş vena plus aşağı boş vena. Bunlar venadır. Deməli, 2/3 nisbətində. Deməli, yuxarı boş venanı 2x olaraq bizə verib məsələdə. Aşağı boş venanı 3x olaraq verib. Və ürəyin aortaya qovduğu qanın miqdarı uşaqlar 0,5 litrə bərabərdir. Yazıram. 5x bərabərdir. 5x bərabərdir 0,5-ə. X də bərabərdir 0,1 litrə. Baxın, yuxarı boş venanı neçə x verib? Deməli, yuxarı boş vena bərabərdir 2x-ə.
O da bərabərdir. 2-ni 0,1-ə vuranda edir 0,2 litr. Aşağı boş venanı yazırıq. O da bərabərdir. Bax, görürsünüz 3x. O da bərabərdir. 0,1-i 3-ə vuranda, bu çünki x-i 0,1 tapmışıq. O eləyir 0,3 litr. Demək, aşağı boş vena ilə gələn qanın miqdarı neçə litrə bərabərdir? 0,3 litrə bərabərdir. Bizə deyir ki, yuxarı boş vena ilə gələn qan. Yuxarı boş vena ilə gələn qan nə qədərdir? 0,2 litrdir. Deyir ki, yuxarı boş vena ilə gələn qan bədənimizdə olan ümumi qanın, yəni 5 litrin neçə hissəsini ya da neçə faizini təşkil edir? 0,2-ni mən bölürəm 5-ə, onu da vururam neçəyə? 100-ə vurmuş oluram. Onda 20-ni 5-ə böləndə cavab gəlir, çıxır 4%. Deməli, yuxarı boş vena ilə gələn qan, ümumi qanın 4%-ni təşkil etmiş oldu. Bu oldu 83-cü məsələmizin izahı. Keçirik növbəti 84-cü məsələyə. Yenə uşaqlar, hansısa məsələnin izahını başa düşməsəz, yaza bilərsiniz. Nömrəm var, yazmışam aşağıda, nömrəmi qeyd edirəm. WhatsApp-da suallarınızı verə bilərsiniz. Sonra normal şəraitdə tənəffüs zamanı insan 84-cü məsələmizi yazırıq. 84-cü məsələmizi yazırıq. Buranı da silim. Mane olmasın bizə. 84-cü məsələ. Nə deyir 84-cü məsələdə? Normal şəraitdə yazaq bura 84. Normal şəraitdə nisbi sabitlik zamanı insan 120 tənəffüs hərəkəti etmişdir. Bu zaman nisbi sabitlik halında ürək mədəciklərinin boşalmasına nə qədər vaxt sərf olunar? Baxaq görək, 120 tənəffüs hərəkətini insan nə qədər vaxt ərzində eləyib? Biz bilirik ki, 60 saniyədə insan 16 tənəffüs hərəkət eləyir. Bəs 120 tənəffüs hərəkətini nə qədər vaxt ərzində edər? X bərabərdir 16, 120 vurulmuş 60. Deyir ki, bu zaman nisbi ürəyin mədəciklərinin boşalmasına, yəni bizdən 8-də 5 saniyəni istəyəsidir. Görək, 8 tapdığımız, bu vaxtın 120 vur 60 böl 16 vurulsun. Biz tapasıyıq 8-dən 5-ə. Niyə belə elədim? Daha mən bir də ixtisar aparım, tez tapım. Demək, ixtisar gedir burada. 128-ə bölünür. Əslində 128-ə bölünəndə neçə eləyir cavab? 15. 15. Deməli, 60-dan 16 ixtisar gedə bilər. İxtisar gedə bilər. Hər ikisi 2-yə ixtisar gedəndə, 4 ixtisar gedəndə burada yenə qalır 12. Yox, 4 ixtisar gedirmi? Bəli, 15 qalır burada. 15. Bu da 4 ixtisar gedəndə 4. Yəni, tapdığımız cavab uşaqlar 15 vur 15 vur 5 böl 4. Yəni, cavabımız bu olası uşaqlar. 15-i 15-ə vuranda, 15-i 5-ə vuranda, yəni cavab alınır ən sonunda 80 neçənci məsələ? 84-cü məsələdə cavab alınır 4,7. Amma uşaqlar, burada təqribi cavab alınır. Yəni, tam cavab alınmır, təqribi cavab alınır. Ola bilər ki, mən bölmədə nəsə səhv elədim, amma əsas üsul budur. Yəni, tapdığım vaxtın, neçə saniyə tapıramsa, tapdığım vaxtın mədəciklərinin boşalmasına, 8-də 5-ə düz demişəm, 8-də 5-ə tapırıq. Çünki mədəciklərin boşalmasına deyir. Sonra keçirik 85-ci məsələyə. Görək 85-ci məsələmizdə nə deyir? Deyir ki, qan insanın ağciyər kapilyarlarında 37,5 mm məsafə qət etmişdir. Bu zaman ürəyin 0,5 saniyəlik sikl şəraitində neçə nəbz vurğusu olar? Yenə vaxtı tapırıq uşaqlar. Buradan 37 A bərabərdir, belə deyək, S bərabərdir, V vur T düsturundan mənə T lazımdır. T-ni necə tapıram? T bərabərdir, S bölünmüş V-yə. S-imiz bizim 37,5. Burada T bərabər olasıdır 75 saniyə. 75 saniyə. Deməli, 0,5 saniyə neçə nəbz vurğusu var? Əgər 0,5 saniyədə ürək bir dəfə döyünürsə, siklin mənası bu deməkdir. Bəs 75 saniyədə ürək neçə dəfə döyünər? X də bərabərdir 750 bölünmüş 5. O da bərabərdir 150.
Cavab olur 150. Demək, ürəyimiz 150 dəfə bu müddət ərzində döyünmüş olacaq. Keçirik növbəti məsələmizə. 86-cı məsələdə. 86-cı məsələdə nə deyir uşaqlar? 86-cı məsələdə qan insanın ağciyər kapillyarlarında yenə eyni tip məsələdir uşaqlar. Demək, burada yenə T-mizi tapırıq, daha hesablamıram. Eyni rəqəmlər verildiyinə görə T bərabərdir 75 saniyə. Deyir ki, bu zaman 0,6 saniyəlik ürək siklində nəbz vurğusu neçə olar? Bax, burada yazırıq. 2 dənə üsulla. Bax, birinci üsul, indi birinci üsulda. Birinci üsul nədir? Birinci üsulda A bərabərdir T böl B düsturundan. Mənə lazımdır A tapmaq elə. T 75'dir. B neçəyə bərabərdir? 0,6'ya. B ürək siklidir. Burada 750 bölünmüş 6 ilə də tapa bilərəm. Cavab alınacaq. Burada 125. Və yaxud da əgər 0,6 saniyədə ürək bir dəfə döyünürsə, bəs 75 saniyədə ürək neçə dəfə döyünər? Yenə də cavab gəlir, çıxır 125. Oldu uşaqlar. Sonra gəlirik 87-ci məsələyə. 87-ci məsələdə nə deyir? 87,4 saniyə ürək sikli şəraitində 100 nəbz vurğusu baş vermişdir. Bu müddətdə ürək siklinin 3-cü fazasına sərf olunan vaxt 2-ci fazasına sərf olunan vaxtdan neçə saniyə çoxdur? Yenə uşaqlar necə yazırıq? Yenə vaxtı tapırıq. 0,4 saniyədə demək, B bərabərdir. Mən verdiyim düstura görə istəsəz bu düsturu qeyd edeyim. B bərabərdir 0,4 saniyə. A da bərabərdir neçəyə? 100-ə. Və yaxud da buradan demək, nəyi tapa bilərik? Buradan T-ni tapa bilərik. 100-ü 4-ə vurarıq. 0,4-ə. O da eləyər 40 saniyə. 40 saniyə. Və yaxud da belə tapa bilərik. Əgər 0,4 saniyədə ürəyimiz bir dəfə döyünürsə, bəs 100 dəfə döyünməsinə nə qədər vaxt sərf olunar? Yenə gəlir cavab neçə çıxır? 40 saniyə. Mən də demişdim ki, bu zaman ürək siklinin 3-cü fazasına. 3-cü faza ümumi siklin yarısını təşkil edirdi. Yəni 2-dən birini vururam 40-a, cavab eləyir 20. Bir də neçənci fazanı soruşur? 2-ci faza. Bu oldu 3-cü faza. Bəs 2-ci faza nə qədərdir? 2-ci faza mədəciklərin yığılmasıdır. Mədəciklərin də yığılması ümumi verilən vaxtın 8-də 3-ünü təşkil edir. O da bərabər olur 15-ə. Buradan da nəyə çıxırıq? Neçə saniyə çoxdur deyəndə 20-dən çıxıram 15-i, cavab eləyir neçə saniyə? Cavab eləyir 5 saniyə. Demək, 5 saniyə çox olmuş oldu. Uşaqlar, 2 üsulla da işləyə bilərsiniz. Əgər bu video bu məsələlərin izahını tam özünüzdə aydınlatmaq istəyirsinizsə, bundan əvvəl çəkdiyim video izahlar var. Yəni, ürək siklinin, sırf ürək siklinin izahı ilə bağlı video izahım var. Onu izləyə bilərsiniz. Sonra keçirik 88-ci məsələyə. 88-ci məsələdə nə deyir? İnsanda ürəyin 0,5 saniyəlik sikli şəraitində 80 nəbz vurğusu baş veribsə, ürək siklinin 3-cü fazasına sərf olunan vaxt 1-ci fazaya sərf olunan vaxtdan neçə saniyə çoxdur? Yenə eyni tipli məsələdir uşaqlar. Yenə də yazıram 0,5 saniyədə ürək bir dəfə döyünübsə, bəs 80 dəfə döyünməsinə ürəyin nə qədər vaxt sərf olunar? X bərabərdir. Cavab gəlir, çıxır 860. Oldu uşaqlar, 160. Çünki 80-ın 0,5, 80-ı 0,5-ə vuran da üzr istəyirəm. Cavab gəlir, çıxır 40. Cavab gəlir, çıxır 40. İndi mən deyir ki, ürək siklinin 3-cü fazasına sərf olunan vaxt, yenə də deyirəm, 3-cü siklə sərf olunan vaxt ümumi siklin yarısını təşkil edir. O da bərabər olur 20. Sonra birinci fazasına sərf olunan vaxtda ümumi siklin 8-də 1 hissəsinə bərabərdir. Yəni, hansı vaxt verilir, verilsin, fərqi yoxdur. 40-ı 8-də 1-ə vuranda cavab eləyir 5. Bizdən aradakı fərqi soruşduğuna görə 20-dən çıxıram 5-i, o da bərabərdir 15 saniyə. Səhv eləmirəmsə, məsələlərimiz bu qədərdir. Qan damar, qan dövranı və tənəffüs sistemi ilə bağlı məsələlər izahlarıdır bu. Yenə də istəyirsinizsə o 8-də 1, 8-də 3 məsələsinə izah gətirim. Baxın uşaqlar, ümumi siklimiz bizim neçə saniyə bərabər idi? Bizim ümumi siklimiz bərabər idi 0,8 saniyə, düzdür? 0,8 saniyənin 0,1 saniyəsi birinci sikli idi. 0,3 saniyəsi ikinci sikli idi. 0,4 saniyəsi üçüncü sikli idi.
Əgər 0,8 saniyənin 0,1 saniyəsi birinci sikldirsə, ixtisar gedir. Cavab neçə çıxır? 8-də 1. Deməli, birinci fazamız verilən ümumi hansı vaxt verilirsə verilsin, o vaxtın 8-də 1 hissəsini təşkil edir. İkinci fazamız 8-də 3 hissəsini, üçüncü fazamız 8-dən 4 hissəsi, ixtisar getdikdə də burada qalır neçə? 2-də 1. Deməli, ümumi verilən vaxtın 2-də 1 hissəsində üçüncü faza təşkil etmiş olurdu. Hələlik uşaqlar, kanalıma abunə olmağı və videolarımızı bəyənməyi unutmayaq.